Məlum olduğu kimi, dünyada bir çox şirkət və məlumat brokerləri insanların telefon nömrələrini, ev ünvanlarını və e-poçtlarını toplayaraq ucuz qiymətə satırlar. Yenavaz.com xəbər verir ki, bu məlumatlar çox vaxt bezdirici reklam zəngləri, kiber fırıldaqçılıq və ya şəxsi həyata müdaxilə məqsədi ilə istifadə olunur. Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google bu problemin qarşısını almaq üçün Results About You adlı pulsuz xidmət təqdim edir. Bu xidmət avtomatik olaraq adınızı, e-poçt ünvanınızı və telefon nömrənizi axtarış bazasında izləyir. Əgər şəxsi məlumatlarınız hər hansı saytda peyda olarsa, Google sizə dərhal bildiriş göndərir. Siz həmin məlumatın axtarış nəticələrindən yox olmasını bir toxunuşla tələb edə bilərsiniz. Qeyd edək ki, ABŞ-də bu xidmətdən daha geniş istifadə olunur. Çünki orada pasport və sürücülük vəsiqəsi məlumatlarını da izləmək mümkündür. Məlumat üçün bildirək ki, xidmətdən istifadə üçün mütləq Google hesabı lazımdır. Sistem sizin qeydiyyatdan keçmiş və təsdiqlənmiş məlumatlarınızla axtarışdakı nəticələri müqayisə edir. Əgər yeni bir nömrəni izləməyə əlavə etmək istəsəniz, Google həmin nömrəyə SMS vasitəsilə təsdiq kodu göndərərək onun sahibi olduğunuzu yoxlayır. Google bildirir ki, sizin bu xidmətə təqdim etdiyiniz məlumatlar yalnız monitorinq üçün istifadə olunur və yüksək təhlükəsizlik protokolları ilə qorunur. Onu da bildirək ki, Google məlumatı həmin yerləşdirdiyi veb-saytdan silmir, sadəcə axtarış nəticələrindən çıxarır. Eyni zamanda hökumət portallarında, rəsmi dövlət arxivlərində və ya xəbər saytlarında olan məlumatlar ictimai əhəmiyyətli sayıldığı üçün bunlar silinmir. Belə məlumatlar axtarış sistemlərində qalmağa davam edir. Hazırda Results About You xidməti daha çox mətn əsaslı məlumatları izləməkdə daha güclüdür. Lakin Google artıq bu alətə vizual axtarış texnologiyalarını inteqrasiya edir ki, gələcəkdə sizin üzünüzün olduğu fotoları da avtomatik aşkarlayıb sizə xəbər verə biləcək.